düşünürdüm ki, əgər insanın savadı yaxşı deyilsə, ona görə onlar xanımlara qarşı, deyək ki, bariyer yaradırlar. Amma səhv idim. Mən artıq mühəndislər sahəsində olanda, bir çox böyük şirkətlərdə çalışan şəxslər mənə deyirdilər ki, sənin mexatronikan nəyə lazımdır? Sən get bozbaş pişirməyi öyrən. Sən ərə gedəcəksən, sənin mexatronikan sənin ərinə lazım olmayacaq. Mən bir anlıq anladım ki, mən nəyisə dəyişməliyəm. Çünki burada söhbət, deyək ki, mən əvvəl düşünürdüm ki, mühəndislik sahəsində insanlar yoxdurlar, bilmirlər, ona görə xanımlara qarşı problem yaradırlar. Ancaq görəndə ki, problemin özəyi artıq mühəndislikdə çalışan və yaxud da böyük şirkətlərdə çalışan insanlardır. Burada artıq bizim problemimiz var. Burada artıq mən nəyisə dəyişməliyəm. Təbii ki, mən üst tutdum xarici proyektlərə və mühəndislik sahəsində mühəndislik standartlarını yaradan institut var, Amerikadadır. IEEE olaraq səslənir. Mən ora müraciət etdim. Çünki gördüm ki, dünya üzrə çox məşhur bir yerdir və təəssüf ki, bizim Azərbaycanda çox da inkişaf etmir.